bütlərlə mübarizə. Çox-çox illər əvvəl qədim Babil şəhərində bir uşaq dünyaya gəldi. Onun adı İbrahim idi. Uşaqlıqdan çox ağıllı, düşüncəli idi. İnsanların düzəltdiyi taxta, daş bütlərin qarşısında əyildiyini görəndə təəccüblənirdi. Çünki bütlərin nə danışmaq, nə də bir fayda vermək gücü var idi. Bir gün əmisinin düzəltdiyi bütləri izləyərkən soruşdu. Əmican, niyə bunlara ibadət eləyirsən? Onlar ki, nə eşidir, nə də cavab verə bilirlər. Əmisi və xalqı isə hirslənərək dedi. Ey İbrahim, bu bizim ulu babalarımızın yoludur. Gəl sən də bizə qoşul. Amma İbrahim qəbul etmədi. Çünki o, həqiqi Allahı axtarırdı. Ulduz, ay və günəşlə düşüncə. Bir gecə göydə parlayan ulduzlara baxdı və dedi. Bəlkə də Rəbbim budur. Amma ulduz sönəndə dedi. Yox, sönən şey Rəbb ola bilməz. Sonra ayı gördü. Bax bu daha böyükdür. Bəlkə Rəbbim budur. Amma ay batanda yenə dedi. Əgər Rəbbim mənə doğru yol göstərməsə, azğınlardan ola bilərəm. Səhər günəş doğanda yenə dedi. Budur, bu ən böyükdür. Ola bilsin ki, Rəbbim budur. Günəş də batanda İbrahim qəti qərara gəldi. Mən üzümü göyləri və yeri yaradan Allaha tuturam. Mən müşriklərdən deyiləm. Bütlərin sındırılması. Bir bayram günü şəhər əhli bütlərinə qurban gətirmək üçün şəhərdən çıxanda İbrahim gizlicə məbədə girdi. Bütün kiçik bütləri balta ilə sındırdı. Baltanı da aparıb bütlərin ən böyüyünün boynuna asdı. Qayıdan xalq bunu görüb qəzəbləndi. Bunu kim eləyib belə? Biri dedi. Bu işi İbrahim eləmiş ola bilər, çünki həmişə bütlərimizə qarşı çıxır. İbrahimi gətirdilər. Ey İbrahim, de görək bunu sən etmisən? O isə dedi. Deyəsən bunu böyük büt eləyib. Axı balta onun boynundadır. Soruşun görək, onlar danışa bilirmi? Cəmaat bir anlıq sustu. Çünki bütlərin danışmadığını bilirdilər. Amma inadlarından da dönmədilər və İbrahimi cəzalandırmağa qərar verdilər. Odla sınaq. Onlar böyük bir od qaladılar. Alovlar göyə yüksəlirdi. İbrahimi iplərlə bağlayıb mancanaqla odun içinə atdılar. Amma həmin an Allah buyurdu. Ey od, İbrahim üçün sərin və salamat ol. Xalq təəccübləndi, amma yenə iman gətirmədilər. İcrət və yeni həyat. İbrahim gördü ki, bu xalq iman gətirmir, Allaha asi olur. Ona görə də Allahın əmri ilə yurdunu tərk eləyib, başqa diyarlara tərəf icrət elədi. İbrahim ömrü boyu insanlara tək Allaha ibadət etməyi öyrətdi. O qonaqpərvərliyi, Allaha təslimiyyəti ilə tanındı. Allah ona yaşlı vaxtında İshak və İsmail adında oğullar bəxş elədi.